və elə biz Gəncədən danışdıq, Bakıdan danışdıq, Şuşadan danışmasaq olmazdı. Şuşa işğaldan azad olunduqdan sonra təkcə şəhərdə onlarla infrastruktur layihələri həyata keçirilib. Hazırda isə şəhərlə yanaşı Şuşa rayonunun bir neçə kəndində də yaşayışın təmin edilməsi istiqamətində böyük işlər görülür. Bəs yaxın gələcəkdə Şuşanın hansı kəndinə köç gözlənilir? Daha ətraflı reportajımızda Rəşad Vəkiloğlu bu haqda məlumat verəcək. Şuşa rayonunda böyük qaydışın birinci mərhələsi başa çatmaq üzrədir. İkinci mərhələdə isə Şuşa şəhərində ümumilikdə 43 binadan ibarət 900-ə yaxın mənzili əhatə edəcək 3 yaşayış kompleksinin inşası həyata keçiriləcək. Kompleksdə tikinti işlərinin birinci mərhələsi 2027-ci ildə başa çatdırılacaq. Bizim gözləntimiz odur ki, həmən bu yaşayış komplekslərinə 3000-dən çox insan köçəcəkdir. Bundan başqa olaraq biz uşaq bağçasının inşasına da başlayacaq bu yaxınlarda. Şuşa şəhərində bildiyiniz kimi məktəbimiz var, artıq infrastrukturada ehtiyac duyulur. Şuşada gələn il çox mühüm tədris ocaqları da əlavə olaraq hazır olacaqdır və fəaliyyətə başlayacaqdır. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə Şuşa məscidinin tikintisi də sürətlə davam etdirilir. Xüsusi nümayəndə Şuşada dəmir yolu xəttinin çəkilib-çəkilməyəcəyinə də aydınlıq gətirib. Nəzərə alaraq ki, Xankəndi ilə Şuşa arasında olan həm məsafə də indi qısalmaqdadır. Bilirsiniz ki, yol yenidən qurulur və bir neçə kilometr hətta qısalacaq. Yəni ümumilikdə indi biz bugün Şuşanın mərkəzinə, Xankəndin mərkəzinə 10-15 dəqiqə gedib çatırıqsa, gələcəkdə bu daha da qısa vaxt edəcək və düşünürəm ki, yaxın gələcəkdə perspektivdə əlavə dəmir yolu stansiyasına ehtiyac yoxdur. Və belə bir şey nəzərdə tutulub. Xankəndi stansiyası həm şəhərdən biraz qıraqda olacaq, demək olar ki, Şuşaya da yaxın olacaq. Hazırda Şuşa rayonunun Böyükqala dərəsi və Kiçikqala dərəsi kəndlərində icra olunan infrastruktur layihələr başa çatmaq üzrədir. Yaxın gələcəkdə həmin kəndlərə də köç baş tutacaq. Daha sonra Şuşanın Tursu qəsəbəsi var, bilirsiniz. Artıq onun tam yeni layihəsi, çünki o kənd sıfırdan tikiləcəkdir və o işlərə də bu il başlanacaqdır və ümidimiz odur ki, gələn il o qəsəbəyə və də köç olacaqdır. Şuşada eyni zamanda bildiyiniz kimi Şuşanın düz yaxınlığında Daşaltı kəndi var. O kənd tam olaraq yeni turizm infrastrukturu ilə bir turizm kəndi, cəlb edici bir kənd kimi artıq fəaliyyəti olacaqdır. Onun inşasına bu yay başlayacaqdır. Bu özəl investisiyalar, özəl sahibkar tərəfindən aparılacaqdır. Aydın Kərimov Şuşaya xarici investorların cəlb olunması istiqamətində də işlərin başlandığını deyib. Şuşa şəhərində aparılan investisiya, yəni hazırlanan investisiya layihələrinə biz sözsüz ki, xarici investorları görmək istərdik. Bu iş mən qeyd eləmişdim ki, biz turizm layihələrinin, infrastrukturunun, otellərin yaradılması üçün xarici məsləhətçilərlə hal-hazırda çox geniş iş aparılır. Qeyd edək ki, hazırda Şuşada 1400 ailə yaşayır və bu il şəhərə köç gözlənilmir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.